vaxtınız xeyir olsun, əziz bizim Səda sevənlər. Bu dəfə də bizimlə bir-birinə maraqlı süjetlərə baxıb adrenalin dolu bir vaxt keçirmək istəyirsinizsə stullarınızı biraz da yaxına çəkin. Bu dəfə tək deyiləm, qonağımız da var. Bu balaca poni Markodur. Onu nə üçün studiyaya dəvət eləmişiksə, birazdan bilərsiniz. Ağ adam, qara adam, nə bilim sarı adam, hər kəsin bir rəngdə olduğunu bilirik. Daha doğrusu görüb bilmişik. Bəs yaşlı adam necə? Görmüsünüz? Bəli, söhbət uşaqlardan böyüyə kimi hamımızın sevimlisinə çevrilib, ekranlarımızdan düşməyən Shrekdən gedir. Poni kimi bütün heyvanların dostu olan bu yaşlı adam haqqında isə bizə Elçin danışacaq. Salam, sən işlərində bu cizgi film qəhrəmanı haqqında araşdırma aparmaq əməkdaşımız Elçinin yəqin uşaqlıq arzusu olub. Yoxsa onu bura qədər gətirib çıxartmazdı. Yəqin ki, Shrekə hamınız baxmısınız. Əsasən də balacaların sevimlisi olan bu personajı böyüklər də sevir. Bu xeyirxah qəhrəmanların içində gözəl bir obraz bugünkü filmlərin, cizgi filmlərində, gözəl bir 3D-də çəkilmiş animasiya cizgi filmində Shrek obrazı həm dünyanın sevimlisi, həm Azərbaycan balalarının sevimlisi olub. William Steig'in Shrek əsəri əsasında çəkilmiş və rejissoru Andrew Adams olan bu cizgi filmi dünyada ən yaxşı qısa metrajlı animasiya və Oscar mükafatlarına layiq görülüb. Look down. Shrek, I'm looking down. Come on! Bu cizgi film qəhrəmanı uşaq teatrlarının da diqqətini cəlb edir. Qərara gəlmişik ki, ikinci bir tamaşanı hazırlayaq. Teatrın birinci məqsədi maarifləndirmədir. Söhbət var ki, uşaq teatrından gedir. Maarifləndirmədir və bu maarifləndirməni də uşaqların qəbul edə biləcəyi variantlardan istifadə eləmək elə bilirəm ki, daha doğru olar. Ona görə də biz nəzərə almışıq ki, Shrek 2 bəlkə də o tamaşadakı Shrek 2-dən söhbət getməyə bilər. Yəni o söhbət cizgi filmindən söhbət getməyə bilər. İndi isə əsl Shrekdən danışacaq. Yəni cizgi filmində adı Shrek olan Maurice Tilletdən. İlqar, Shrekə baxmısan? Necədir, xoşuna gəlibmi? Sən bilirsən, əslində Shrek özü bir insan oldu. Yəni o personajdan əvvəl bir insan olub, ona oxşadıblar Shrek'i. Bilirdin? Yox. Peşəkar güləşçi olan Maurice Tillet 1903-cü ildə Fransada doğulub. O güləşçi olmaqla yanaşı, həm də çox savadlı bir insan idi. Belə ki, o şeirlər yazmaq, hətta 14 dil bilmək qabiliyyətinə də sahib olub. Və o, deməli, 1955-ci ildə rəhmətə gedəndə onun obrazından, onun sifət quruluşundan maska çıxardırlar, onun dostu. Və həmin maska muzeydə saxlanılır. Ancaq illər keçdikcə 1961-ci ildə bu insan haqqında yazıcı deməli, əsər yazmaq istəyir və 32 səhifəlik illüstrasiya əsərində o bu insanın obrazını götürüb, yaşıl bir insan haqqında, Shrek adında Shrek qoyub, Shrek haqqında gözəl bir kitab yazır. Kitab, deməli, illər üstündən keçir və bu kitab animatorları maraqlandırır və bunlar cizgi filmi çəkmək istəyir. Boyu 170, çəkisi 120 kiloqram olan Maurice Tillet yeniyetmə yaşlarında akromegalia xəstəliyinə tutulur. Bu xəstəlik nəticəsində onun sümükləri inanılmaz intensivlik ilə böyüməyə və çəkisi ağırlaşmağa başlayır. Akromegaliya sözün mənasından da aydın olur ki, ətraflarda, ayaqlarda, pəncələrdə, əllərdə böyümə, həddindən böyük, həddindən ziyadə böyümədən söhbət gedir. O adətən kəllə-beyin travmaları, hamiləlikdən sonra olan fəsadlar, infeksiyalar, hər hansı bir belə bir proseslər o gipofiz vəzinin ön payının
somatotropin hormona deyirlər somatotropin. O hormonun həddindən çox buraxması, qana buraxması nəticəsində baş verir. Bu insanlarda adətən sifət sümüklərində, üst sümüklərində demək göz üstü sümüklər böyüyür, burnu böyüyür, dili böyüyür, dodaqları böyüyür, qulaqları böyüyür. Deyilənə görə gənc Maurice Tillet öz görünüşü ilə insanları qorxutmamaq və insanların ondan qaçmaması üçün məhz idmanın güləş növü ilə məşğul olmağa başlayıb. Güləşçi kimi də məşhurlaşıb tanınıb. Shrek cizgi filmi də məhz bu insanın əsasında canlandırılıb. Maurice Tillet illər sonra 1951-ci ildə 48 yaşında ürək çatışmamazlığından vəfat edib. Elçin İmanov, Turan Mustafayev, Lider TV. İndi gənclər həyat üçün risk sayılan ekstremal idman növü ilə daha çox məşğul olurlar. Soruşanda da deyirlər ki, mən bu həyatda yaşadığımı hiss etmək istəyirəm. Buna görə də kimisi quş kimi uçmaq, kimisi qayaya dırmanmaq, kimisi də özünü qayadan atmağa üstünlük verir. Hələ mən adrenalin havası almaq üçün idmanın digər növlərini saymadım. Əməlli başlı riskə girib ölümlərinə qol çəkənləri də var. Necə? Pony, gəl onu paintball'un həvəskarlarından soruşaq. Oynanılan idman növüdür. Burada silah, marker, güllələr isə zərərsiz boya şarlardır. Qaydalar isə çox sadədir. 2 boya bədənə, 1 boya isə başa dəydikdə oyunu tərk edirsiniz və növbəti oyun qayıdıb yenidən mübarizə aparırsınız. Paintball dünyada artıq 25 ildir ki oynanılır. Tərcüməsi boyalı top deməkdir. Paintball'un idman və taktiki olmaqla 2 növü var. İlk baxışda sadə görünsə də oyuncudan güclü zehni bacarıq tələb edir. Buna görə də onu bəzən şahmata bənzədirlər. Sadəcə bu oyunda fiqurları canlı insanlar əvəz edir. Azərbaycanda gördüyünüz kimi taktiki paintball inkişaf olunub. Yəni ki, əyləncəli paintball. Buna əyləncəli paintball deyirlər. Paintball ümumiyyətcə 2 növü var. İdman paintballu və taktiki paintball. Yaxın gələcəyində yəqin ki, Azərbaycanda idman paintball klubu yaranacaq. Qaydalar da çox asandır burada. Başdan bir boya, bədəndən bir boya. Əlini qaldırdın, çıxdın bayıra. Əsas qayda nədir? Maskanı çıxartmamalı. Paintball oynayarkən təhlükəsizliyə riayət edilməlidir. Baş nahiyəsi xüsusi maska ilə müdafiə olunmursa, top dəyən zaman fəsadlara yol aça bilər. Oyunun həvəskarları paintballu ən maraqlı hobbilər hesab edirlər. Həyəcan, adrenalin, təbii ki, fiziki hazırlıq lazım olur. Qaçmaq lazım olur, dəqiq atmaq lazım olur. Azərbaycanda hal-hazırda aktiv istirahət növü çox az olduğundan bu idman növü bizim üçün çox maraqlıdır. Birinci dəfə idi ki oynayırdım. Olduqca maraqlı idi, xoşuma gəldi. Maraqlı bir oyundur. Bəlkə də ola bilsin gələcəkdə bizə lazım ola bir təcrübə kimi toplayırıq burada. Paintball'dan ABŞ, İsrail, Almaniya, Böyük Britaniya və başqa ölkələrdə xüsusi təyinatlı bölmələrin məşqində istifadə edilir. Ölkəmizdə son zamanlar dəbəminən bu oyun həm də gənclərin hərbi hazırlığının yüksəlməsinə kömək edir. Dünyanın əksər ölkələrində paintball federasiyaları və liqaları var. Bu isə onun adi əyləncədən daha yüksəkdə dayandığını göstərir. Yaşından asılı olmayaraq hər kəs paintball-la məşğul ola bilər. Paintball vasitəsilə stres və aqressiyanı ata bilərsiniz. Oyun zamanı maksimuma qalxan adrenalin sizi özünüzü əsl döyüş meydanında kimi hiss etməyə vadar edəcək. Hülya Sabirli, Rahim Mustafayev, Lider TV. Yox, alınmır. Axı odla su bir yerdə olmaz deyiblər. Düzdür deyim ki, mən də elə eşitmişəm. Daha doğrusu eşitmişdim. Əməkdaşımız Rəşadın bölgələrdən çəkib gətirdiyi kadrları görməyənə kimi. Amma indi Şah Abbasın özü belə taxtdan enib gəlsə ki, bu belə deyil, belədir. Od hara, su hara, öldürsə də inanmaram. Elə siz də eşidin, ancaq inanmayın. Çünki fakt göz qabağındadır. Təbiətin sirləri, möcüzələri olduğundan da qat-qat çoxdur. Azərbaycan da möcüzələrdən kənarda qalmayıb. Sizə bu dəfə təbiətin möcüzələrindən biri olan yanar su haqqında danışacağıq. Sözün düzü bunu gözlərimlə görməsəydim, mən də inanmazdım. Bu fenomenə
Ağstafa rayonunda rast gəlməsəydim. Bu suyun tərkibi 49-cu, 50-ci illərdə Geoloji Kəşfiyyat İdarəsi olur. Bu zonada axtarış aparıblar, neft axtarışı zamanı. Bax, həmin bu su qaz qarışığı çıxıbdır. Elə o vaxtdan da 49-cu, 50-ci illərdən də bax, bu həmin bu su, bax, bu turba vasitəsilə belə qalxıb, belə də yanır. Həm də çox müalicəvi sudur bu. Poylu qəsəbəsi yaxınlığında Qarayazı düzü ərazisində yerləşən yanar su Ağstafanın nadir təbiət hadisəsi hesab olunur. Suyu içməli olan bu bulaq illərdir gecə-gündüz sönmədən yanır. 82 metr dərinlikdən çıxır. Ata-babamızın dediyinə görə bura qoyulanlar ocaq olur. Bu ocaq hesabına da bu özü yanır. Bunun suyu çox əhəmiyyətli sudur. Böyrək daşı tökür, gözə xeyri var, maddə bağırsağa xeyri var. Çox əhəmiyyətli sudur. Suyun dadına baxanda isə ona heyran olmamaq mümkün deyil. Suyun yanmasından insana elə gələ bilər ki, su çox istidir və içmək olmaz. Suyu içmək o qədər də asan deyil, amma istiliyindən yox, əksinə buz kimi olmasından. Araşdırmalardan belə məlum oldu ki, yanar suyun belə sövqlə yanmasına səbəb tərkibində kükürdün olmasıdır. Bu ərazidə yaşayanların sözlərinə görə kükürlü suyun orqanizm üçün çox faydası var. Hələ suyun altındakı qara, lax yumurta iyi verən palçığı demirəm. Kütlü suyun əhəmiyyəti daha əvəz olunmazdır. İnsan kütlü su vannalarını qəbul etdikdə, isti vannaları qəbul etdikdə uroloji orqanlarda olan iltihabi proseslərdə, sidik hissəsinin iltihabı, öz hissəsinin iltihabı, dalaq xəstəliklərində, həzm sistemi orqanlarında olan iltihabi dəyişikliklərdə və digər orqanlarda olan patologiyalarda çox mühüm rol oynayır və profilaktik olaraq biz onu göstəriş görürük. Və əzələ ağrılarında, vətən ağrılarında, nevralgiyalarda, sinir sisteminin normallaşmasında, insanın əhval-ruhiyyəsinin daha yaxşı olmasında kükürtlü suyun əhəmiyyəti əvəz olunmazdır. Kükürtlü suların isti vannalarını qəbul edən insanlarda dəri problemlərinin az olması sübut olunmuşdur. Kükürlü suyun öz başlanğıcını hansı ərazidən götürməsi haqqında dəqiq məlumat əldə edə bilməsəm də, araşdırmalardan belə məlum oldu ki, bu su bir xətt boyunca axır və Respublikanın əksər bölgələrində Şəki, Qax, Ağcabədi, Quba-Xaçmaz, Masallı, Astara və digər bölgələrin ərazilərində də yerdən qaynayır. İsti kükürlü su vannalarının ziyanı da vardır. Bu, arterial təzyiqi olan insanlarda və ürək xəstəliklərinə əziyyət çəkən insanlarda, damar problemi olan insanlarda, əsasən varikosel, varikoz yenilmələri olan insanlarda kükürlü su vannaları qəbul etmək olmaz. Əməkdaşımız Asəf Ayazoğlu'nun cənub bölgəsində apardığı araşdırmalardan isə belə məlum oldu ki, hətta Astara sakinləri bu yanan sudan həyətlərə, evlərə qaz xətləri çəkərək yemək bişirib, çay qaynatmaqda da istifadə edirlər. Deyirlər, biri od olanda, biri su olar. Suyu götürüb odun üstünə səpərlər, od sönər. Amma bu kəlamın bura heç bir adiyyəti yoxdur. Rəşad Kərimov, Sərvər Rəşidoğlu, Lider TV. Dadına baxırsan? Öz aramızda pis su deyil ha. Üstən özün bilərsən. Üst qonşumuzun oğlunun bütün günü nağaranı əlinə alıb batırıb salmasından cana gəlmişəm. Neçə dəfə demişəm ki, ay qonşu, axı belə olmaz. Həftənin bir günü evdə oluram, onda da istirahət etməyə imkan vermirsiniz. Nə desə yaxşıdır. Oğlum ritm tutsun da, istəyir lap ilan tutsun. Daha mənim başımda yox da. Odur, əməkdaşımız Raminin DJ-ləri də ritm tutsun. Adamın heç, ruhu da incimir. DJ sənəti ötən əsrin ortalarından yaranıb və Amerikada qara dərili reperlər battle keçirərkən, yəni yarışarkən onlara DJ lazım olubdur. DJ onları belə deyək, musiqilərini tez-tez dəyişirdi. DJ əsasən eyni tempdə olan musiqi parçalarını birləşdirməklə uzun musiqi yaradır. Həmçinin hər hansı bir musiqiyə müxtəlif növdə effektlər də əlavə edir.
ömrü boyu olubdur və sadəcə olaraq bu vaxt keçirsən, bu gəlib çatıbdır DJ-liyə. Nə vaxt ki, sən həm əyləndirirsən, həm performans göstərsən. Vardı əlbəttə bizdə DJ-lər, özümü demirəm, başqaları da vardı, hansı ki, xaricdə çıxış edirlər. Amma sırf cavan DJ olaraq Amerikada, dünya çempionatında bu DJ Battle-da iştirak etmək böyük bir işdir. Hazırda Azərbaycanda və dünyanın bir çox ölkəsində bu sənətə çox güclü maraq var. Düzdür, bizim dünya şöhrətli DJ-lərimiz olmasa da, etdikləri mikslərlə Azərbaycan toy bazarının əvəz edilməzi olmağa bacaran DJ-lərimiz var. DJ-lər öz bacarıqlarını və istedadlarını nümayiş etdirmək üçün tez sezonlar üçün təşkil olunan DJ gecələrində yarışırlar. Ötən ilin çempionu, belə deyək, DJ hal-hazırda bizimlədir. Çox ölkələrdə olmuşam, amma Azərbaycana ilk dəfədir ki gəlirəm. DJ-lər Assosiasiyası tərəfindən bura dəvət olunduğumu eşidəndə çox sevindim. Burada gənc DJ-lərlə tanış oldum. Onların istedadı və bacarıqları məni sözün həqiqi mənasında valeh etdi. Hazırlaşmışam. Əlbəttə ki, mən əzizlərim. Biraz məndən zəifdir. Yox, belə na samом деле можно на русском. DJ-lərimiz çox həyəcanlıdırlar, həqiqətən çox həyəcanlıdırlar. Biri həyəcandan Azərbaycan dilini yaddan çıxardır, biri həyəcandan, nə bilim, nə, hamısı çox həyəcanlıdırlar. Gücünə, qüvvəsinə güvəndiyimiz bir DJ var. DJ Naroş Nəriman. Hal-hazırda mənim yanımdadır. Nəriman, favorit kimdir bu 8 DJ arasında səncə? 8-in hərəsi də favorit ola bilər. Ona görə gözləmədiyimiz insanlardan elə şeylər gözləyə bilərik də. Amma favoritlər mən deyə bilərəm ki, əsas favorit Fiordur, məncə. Same ola bilər və Twist. Bu üçü əsas favoritlərdir. Amma yenə hamıya uğurlar arzulayıram. Scratch. And I'm crazy but you like it. Loca, 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 you like it easy. Loca, loca, loca. Çox razıyam. Məncə belə bir battle çox olsaydı daha yaxşı olardı. Bu battle'lar bizim DJ-lərə və siz gənclərə nə verir? Deyək ki, bizdə çox yaxşı DJ-lər var, gənclərimiz də çox qəşəng gənclərimiz var. Məncə belə qəşəng, çox yaxşı şeydir. Çox belə battle'lar olsa, məncə gənclər üçün də DJ-lərimizə üçün də yaxşı olar. Gənc DJ kimi gəlmişəm öyrənməyə. Çox gözəldir, bir DJ-lərin bayramı kimi hesab eləmək olmalı. Çox sevindirici oldu, çox şadam ki, belə bir tədbirdə iştirak edirəm. Və bugün bir daha şahid olduq ki, Azərbaycanda DJ sənəti günü-gündən inkişaf etməkdədir və Azərbaycanda bu sənətə çox böyük bir maraq var və xüsusi olaraq da kreativ gənclər bugün DJ-lərimizə dəstəklər, onlar DJ-liyə addım atırlar. DJ-lik sənəti ilə bağlı da az da olsa sizə informasiya verdik. Və sonda qeyd eləmək istəyirəm ki, bu süjeti sizə mən Ramin İbrahimov və operatorum Rüfət Əliyev təqdim etdik. Solmaz. Solmaz efirdəsən. Eşidirsən? Solmaz qulaqcığı çıxar. Hə. Deyin də səhərdən, mən də burada oynayıram. Hə, Pony, nəhayət sıra sənə də çatdı. Eşidirsən məni? Oy. Hə. Deyirəm, bəlkə özünüz təqdim eləyəsən, bütün verilişi bizlə olmusan. Hə? Yox? Yaxşı.
İndi kimsə xarici bir maşın almaq istəyib pulu çatmayanda ona güya ki, belə bir ürək dirək verirlər. Eşşəyə min ata çatınca, yəni biraz ucuzlusunu al, sonra bahalısını alarsan. Ancaq şəxsən mən bu fikirlə heç razı deyiləm. Öz aramızdır. At elə atdır da. Biraz tez, biraz geç, pulun topla, sonra da get, al. Zarafat bir yana, indi at almaq, sürmək də elə xarici maşın alıb sürməyə bərabər olub. Bunu Pony da təsdiq eləyir, hə? At çapmaq uzaq rayonlara yollanmadan da mümkündür. Əvvəllər atı minmək üçün və yaxud da ki, qoşquya qoşmaq üçün istifadə edirlərsə, bu günləri atçılıq məşhur idman növlərindən biridir. Azərbaycan Respublikasının Atçılıq İdman Federasiyası 1996-cı ilin oktyabr ayının 26-sında yaradılıb. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlanıb. Azərbaycan Respublikasında atçılığın hazırki vəziyyətinə gəldikdə qeyd etmək lazımdır ki, aqrar sahədə islahatlar aparıldıqdan sonra Respublikada atların sayı artaraq 71 min başa çatıb. Dünyada çox az xalqlar var ki, onların özünə xas olan at cinsləri var və bizdə də Azərbaycanda bildiyiniz kimi Qarabağ və Dilbaz cinsli atlarımız var. Və bu indiki halda Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən bu cinslərin qorunması və məsələləri ilə çox ciddi məşğul olunur. Klubda bu dəqiqə bizdə 10-a yaxın at var. Bunların ikisi pony cinsli atdır. Bir konkur atımız var. Bir cıdır atımız var və qalan atlarımız klubun üzvləri olan insanların atları, şəxslərin atlarıdır. Bunlar Qarabağ cinsidir və Dilbazdır. Minik atçılığı əvvəlcə şərq, sonra isə qərb ölkələrində inkişaf etdiyi halda, qoşqa atçılığı, xüsusilə ağır iş atları qərb ölkələrində geniş inkişaf etmişdir. Hər bir atçılıqla məşğul olmaq istəyən adama individual olaraq məşqçi təyin olunur və onun istədiyinə uyğun olaraq onun məşğuliyyəti nəzərə alınır. Kluba üzvlük məsələsi deməli bizdə klassik, silver, gold, platinum, bir də VIP xidmətlərimiz var. VIP xidmət ancaq at sahibləri üçündür. Atçılıq klublarında cılız at cinslərindən olan ponilərə də rast gəldik. Boyu 80-140 cm hündürlüyündə olan atların vətəni əslində Braziliya, İslandiya və digər adalar hesab olunur. Elit atçılıq klubunda rastlaşdığımız ponilər isə əsasən 8 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulub. Amma hündür atlardan ehtiyat edən 35 yaşa qədər gənclər də ilk olaraq bu at cinslərindən təlim keçirilər. Necə oldu ki, qərara gəldiniz ki, məhz elə atçılıq idman növü ilə məşğul olasınız? Bilmirəm, atları çox sevirdim uşaqlıqdan. Bir də televizora baxanda görürdüm yarışları. Çox istəyirdim ki, mən də bu idmanla məşğul olum. Gəldim, yazıldım. Yarışlarda iştirak elədiniz yəqin ki, bu hansı yarışlar idi və hansı dərəcədə qalib oldunuz? Bu adla biz axırıncı 2 yarışlarda iştirak eləmişik. Bu cavan atdır. Ona görə də cavan atlar üçün yarışlarda çıxış eləmişik və uğurlu, pis deyil. Deyirlər ki, at muraddır. Siz nə deyirsiniz? Mən razıyam o sözlə. Çünki mən atları çox sevirəm, sözün düzü. Ona görə mən razıyam. Yaşına, 15 yaşına kimi uşaqlar bizdə yeganə idman növüdür ki, həm də pulsuz məşq edirlər uşaqlar. Həm idman dərəcələri əvvəlcə 3-cü, sonra 2-ci, 1-ci dərəcə, sonra idman ustalığına namizəd, idman ustası səviyyəsinə kimi qalxırlar. Bu maneələri dəf etmək bizdə əsas
məqsədimiz odur. Nə vaxtdan atçılıqla məşğulsan? 7 ay. 7 ay ərzində əməli başda öyrənə bilmirsən at çapmağı? Demək olar. Davam elətdirmək fikrin var? Bəli, gələcəkdə professional idmançı olmasıyam. Əsl yarış idmançısı olmaq fikrin var, yoxsa ümumiyyətlə hələ ki hobbi kimi məşğul olur? Hobbi kimi. Sürətli yerişə, dözümlüyə, qüvvəyə malik olan bu atlar texnikanın bugünkü inkişafı ilə yanaşı əvəz olunmazlar. Və bir şeyi də xatırladım ki, atçılığın həyatımızda, sağlamlığımızda böyük bir rol oynayır. Cinsi orqanlardan prostat vəzinin normal işləməsində atçılığın böyük rolu vardır. Çünki prostat vəzinin təbii yolla masajını təmin edir. Burada əsas məsələ ondan ibarətdir ki, deməli, yəhərsiz at məsələsi vardır. Böyrək daşlıq xəstəliklərində uzun müddət daşın qalmamasına böyük təsiri vardır. Yəni daşın kristallaşmamasına atçılığın böyük təsiri vardır. Və bundan başqa isə mədə-bağırsaq sisteminin işlində, deməli, görmə sisteminin yaxşı olmasında, ümumi orqanizmin fəaliyyətində atçılığın, at sürməyin, at çapmağın böyük əhəmiyyəti vardır. Elə bir insan tapılmaz ki, həyatda bir dəfə də olsun at çapmaq istəməsin. Yaşın az və çox olmasına baxmayaraq, at əyləncəli idman növlərindən biridir. Novruz Məmmədov, Ziyaullah Yarov, Lizer TV.